Salam, bugün bizə kim baxırsa və izləyirsə, hamınıza xoş gün, gözəl əhval-ruhiyyə arzulayıram. Diqqətinizə görə çox-çox təşəkkür edirəm. Çox suallar yazılıb ki, nəyə görə video çəkmirsiniz? Buna görə hamınıza çox-çox təşəkkürümü bildirirəm diqqətinizə görə. Yenə də özünüzə yaxşı baxın. Qrip yayılıb, soyuq, qrip, virus. Həkim məsləhəti olmadan heç bir həbi qəbul etməyin. Yenə deyirəm, sizlərdən uzaq olsun. Özünüzə yaxşı baxın. Çünki bu qrip yenidən qayıdır. Yəni, həkim məsləhəti ilə müalicə olunun. Kimi qrip tutursa. Bilirsiniz ki, çoxları bilir, könül idmanla məşğul olur. Bəzi vaxtlarda biz Rusiyanın başqa şəhərlərinə gedirik. 3 günlük Novosibirdə olduq. Oradan çəkiliş aparmaq istədim, amma kameram yaxşı çəkmədi. Sonra isə batareyka var, 0 oldu. Çəkiliş yarıda qaldım. Ona görə ardını evdə çəkdim. Əsasən də məqsədim orada çəkmək. Ikea'da alışveriş etdirdik. Ikea'da bilirik ki, qiymətlər çox münasib qiymətlərdir. Bizim şəhərdə Ikea yoxdur, amma Rusiyanın bir çox şəhərlərində var, böyük şəhərlərində var. Bizim şəhərdə olmadığına görə oradan alışveriş etmək fikrindəydim. Müəyyən qədər alışveriş etdik. Bilirik ki, Ikea'da həm qiymətlər də münasibdir, həm də ki, çeşid çoxdur. Keçən il bir tava almışdım Ikea'dan. Yazılmışdı ki, Almanya istehsalıdır, amma müəyyən qədər işlətdikdən sonra baxıb görürəm ki, yazısının altında alt hissədə, demək, yazını vurub 2, alt hissəsində yazılıb Çin, Kitay. Müəyyən qədər araşdırma apardım. Onu da sizə qeyd edim ki, bilirik ki, məhsullar, ərzaqlar hamısı kateqoriyalara ayrılır. 1, 2, 3 kateqoriyalar və bütün firmaların şirkətlər yerləşir. Məsələn, bütün Almaniyanın şirkətləri, tanınmış şirkətlərin bir çoxu Kitayda, Çində yerləşir. Çünki orada işçi qüvvəsi ucuzdur, istehsal müəyyən qədər ucuz başa gəlir və orada istehsal olunduğuna görə çıxış çox vaxtı Çin yazılır. Baxırıq ki, eyni firma yazılıb, düzdür, deyir də, yəni ki, təmiz mal deyil, aldığımız məhsul yaxşı deyil, amma baxın ki, elə vaxt olur ki, düzdür, hərfləri dəyişir firmaların, qoyurlar ki, çaşdırmaq üçün, o da var, amma kateqoriyalara ayrılır və kateqoriyalara görə qiymətlər müəyyən edilir. Yəni, başa sala bildim sizi. Demək, konteynerləri aldıq paltarlar üçün, şkaf rəflərinə yığmaq üçün belə bir konteynerlər qardirobumuza, fəsillərə uyğun geyimləri, paltarları içərisinə yığmağa qırmızı rəngləri könlün şkaf rəfini aldım. O bir rəngləri isə ümumi şkaf rəfinə, yəni ki, sezon paltarlarımızı, fəsil paltarlarımızı içərisinə yığmaq üçün çox yaxşıdır, rahatdır. Arxa şkafın arxa hissəsinə yığdıqda çəkmək, qabağa çəkmək daha da rahat olur. 2 ədəd könlün stoluna belə bir balaca konteyner qab aldım. Həm qələmlərini yığmağa, həm də ki, müəyyən qədər xırda əşyaları yığmağa. Qiymətlər də münasib idi. Qazan aldım. Qazansız heç bir yana. İnşallah sabah yemək paylaşacağım sizlərlə. Ən çox da bu qazanda xoşuma gələn içərisində litr və millilitr görsədilir. Nə qədər içərisinə bulyon əlavə etmək lazımdır. Görsədilir. İşlədib, sonra keyfiyyətini sizə də deyərəm necədir, yaxşıdır və yaxud da ki, pisdir. Amma altında alarkən belə bir qazanlara diqqət yetirin. Altında işarələr göstərilir ki, elektrik plitkasında işlətmək olar, qazın üzərində bişirmək olar, keramik qaz sobalarında işlətmək olar, sonra qabyan maşında istifadə etmək olar, yəni qabyan maşında bunu yumaq olar və müəyyən qədər göstərilən orada qaşıqlardan istifadə etmək olar. Baxın, altında belə bir yazısı var. Alarkən bütün bunlara diqqət edin. Mən çox vaxtı baxıram və bilmədiyim işarələri də internetdə var. Sorğu verib axtarın. Dediyim kimi, bu konteynerlər daha çox xoşuma gəldi. Qiymətlər də yaxşı idi, münasib idi. Bugün də çəkdiyim videonu sizlərlə paylaşdım. Bilirəm, çəkiliş yaxşı deyil. Ona görə çəkilişə görə sizlərdən üzr istəyirəm. Kanalımıza baxın, yeni baxanlar abunə yazın, bizdən ayrılmayın. Baxdığınız üçün də çox-çox təşəkkürümü bildirirəm. Sağollaşmıram, yenə də hələlik deyirəm.